bu gün makroiqtisadi səviyyədə pul və onun funksiyaları mövzusunu tədris etməyə çalışacaq. Qeyd edək ki, pul mövzusu elə bir mövzudur ki, bu həm mikroiqtisadi səviyyədə, həm də makroiqtisadi səviyyədə tədqiq olunduğuna görə mikro səviyyədə dialektik metod vasitəsilə, makroiqtisadi səviyyədə isə riyazi statistik model vasitəsilə təhlil etməyə çalışacaq. Qeyd edək ki, pul elə bir anlayışdır ki, bu bəşər cəmiyyətin bütün maraqlarının onun arxasınca söykəndiyi bir sahədir. Yəni, pul vasitəsilə insanlar maddi nemətlərə olan tələbatının ödənilməsi yolunda bu vasitəyə üst tutur və bir ümumi ekvivalent kimi problemlərin həllini irəli çəkir. Qeyd edək ki, pul müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən bir məhsuldur. Bəs pul necə mövcud oldu? Biz öncəliklə bu mövzuya bir diqqət yetirək. Qeyd edək ki, əsrlər öncə, hətta minilliklər öncə insanlar maddi nemətləri olan tələbatlarını fərdi qaydada, natural qaydada ödəməyə başlamışdılar. Sonraki müddətdə həyatda istehsal prosesləri genişləndikcə artıq nemətlər ortaya çıxdı. Yəni, məhsul artıqlığı məsələsi önə çıxdı. Və insanlar deməli, öz tələbatlarından kənar məhsulları digər məhsullarla əvəz etməyə çalışdılar. Bu zaman artıq məcburi qaydada barter münasibətləri, yəni bir əmtənin digəri ilə dəyişməsi məsələsi önə çıxdı. Yaxınlıqda olan qonşularla, sonra kənd əhalisi ilə, sonra yaxın vilayətlərdəki ərazidə bu məhsul əvəzləməsi prosesini icra etməyə başladılar. Sonraki müddətdə artıq insanların doyum nöqtəsi çatandan sonra insanlar məhsul artıqlığını reallaşdıra bilmədilər. Və bu səbəbdən artıq digər bir vilayətlərə üz tutmalı oldular ki, öz məhsul artıqlarını reallaşdıra bilsinlər. Və beləcə də insanlar bir yerdən digər yerlərə köç vasitəsilə mal-qaranı ya qoşqu ilə və digər vasitələrlə köç prosesini canlandırdılar. Qeyd edək ki, məhz ona görə də birinci pul nişanlarının üzərində normalda mal-qara nişanələri mövcud olmuşdur. Qeyd edək ki, pul nişanları hər zaman ilkin adlarla başlanğıc nöqtəsi olaraq pekunya olmuşdur. Pekunyanın özü də mal-qara deməkdir. Çünki mal-qara vasitəsilə məhsul artıqlarını qoşqu vasitəsilə aparıb digər bölgələrə aparırdılar. Yəni, insanlar vahid nöqtələrdə cəmləndilər ki, bu məhsulları satsınlar. Beləcə, bazarlar, ilkin bazarlar formalaşmağa başladı. Və təsadüfdür ki, artıq şəhərləşmə prosesinin də başında bu bazar münasibətləri və bu məhsul artıqlıqlarının satılması məsələsi dayanır. Çünki insanlar artıq məhsulları digər bölgələrə aparıb satan zaman orada gecələməli olurdular. Beləcə karvansaraylar, sonra isə onun timsalında genişlənmiş şəkildə şəhərlər formalaşmağa başladı. Qeyd edək ki, tarixdə ilk dəfə pulu indiki Türkiyə ərazisinin qərb bölgəsində yerləşən və 6-cı və 8-ci əsrləri əhatə edən Lidiya bölgəsində mövcud olmuşdur və ilkin olaraq pul nişanələrinin üzərində həm pekunya və digər yandan isə aslan və əjdaha şəkilləri, motivləri formalaşmağa başlamışdır ki, bunun da əsasında həm mal-qaranın mahiyyəti, digər tərəfdən isə güc nişanəsi və bir çox hallarda isə həmən dövrün hökmdarları və s. təsvirlər olunmuşdur. İlkin olaraq pulun o tarixi funksiyalarına baxanda mis kimi, tunç kimi, latın kimi, qurğuşun kimi materiallardan hazırlanması nəzərdə tutmuşdur. Və dənizyanı ölkələrdə ən əsas pul nişanələrinin üzərində gəmiçilik və gəmi motivləri əks olunurdu ki, bu da daha beynəlxalq səviyyədə tanına bilən pul nişanı kimi tanınırdı. Qeyd edək ki, pul nişanələri Azərbaycanda fərqli olmuşdur və onu qeyd eləməliyik ki, Azərbaycanda ilk pul istehsalı, məsələ Albaniya
və deməli Atropatena dönəmində eramızdan əvvəl 3-cü əsrin ikinci yarım ilində deməli təsvirlər göstərən pul nişanələri çap olunmuşdur. Qeyd edək ki, Azərbaycan o dövlətdir ki, burada pul nişanələri olsun, istərsə də pul islahatları belə ki, ilk dəfə olaraq Qarayolluq Osman bəy dönəmində deməli pul islahatları keçirilmişdir. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycanın əskinasları çap olunmuşdur. Qeyd edək ki, Bakı Bələdiyyəsi tərəfindən çap olunmuş. Bu pullar 1917-ci ildə deməli Rusiyanın oktyabr çevrilişindən sonra Azərbaycanın həyata yeni bir dönəmə qədəm qoyması ilə bağlıdır və 1918-ci ildə deməli Azərbaycanın ilk pul nişanələri çap olunmuşdur. Və 5, 15, 50 qəpikliklər və digər deməli kağız əskinaslar isə 1, 3, 5, 10 və 25 manatlıq iri həcmli deməli əskinaslar çap olunmuşdur. Onu qeyd edək ki, Azərbaycanın pul nişanələrinin üzərində həm Azərbaycan, həm Fars, deməli Rus, fransız dilində yazılar mövcud olmuşdur. Qeyd edək ki, mal artıqlığını dedik. Bəs pulun ən əsas xüsusiyyətləri nədən irəli gəlir? Daha bir iqtisadi tərəfinə baxan zaman biz görürük ki, pul elə bir əmtəə vasitəsi olmalıdır ki, elə bir ümumi ekvivalent olmalıdır ki, onun digər bir xüsusiyyətləri, yəni likvidliyi olsun. Likvidlik nə deməkdir? Likvidliyi izah edən zaman biz qeyd eləməliyik ki, likvidlik bir əmtənin deməli daha bir başqa bir əmtəyə çevrilməsi, daha tez pula çevrilməsi, realizasiyası və s. kimi məsələləri özündə cəmləyir. Biz buna misal göstərə bilərik. Təsəvvür edək ki, biz Naxçıvan Muxtar Respublikası şəraitində bizə həm Yapon yeni, həm də ABŞ dolları mövcuddur. 5 Yapon yeni və 5 ABŞ dolları. Biz bunun Naxçıvan Muxtar Respublikasında xərclənməsi sahəsinə fikir versək, məsəl üçün Yapon yeninin yeganə olaraq dəyişilə biləcəyi yer Muxtar Respublikada deməli Mərkəzi Bankın Naxçıvan şöbəsində bunu realizasiya edə bilib Naxçıvan əskinasına, Azərbaycan əskinasına çevirə bilərik. Bəs dollar necə? Dollar da əslində qanunundan qadağan olmasına baxmayaraq ki, deməli sosial sahədə, yəni iaşədə və s. birbaşa xarici valyuta ilə alış-veriş qadağan olunsa belə, yenə də biz onu realizasiya edə bilərik. Və yaxud da ki, hər hansısa bir bankın şöbəsinə yaxınlaşmaqla bunu Azərbaycan manatına çevirə bilərik. Pulun bu cür asanlıqla deməli dəyişilə bilmə qabiliyyətinə biz likvidlik deyirik. Və bu likvidlik pulun ən başlıca xüsusiyyətlərindən biridir. Çünki əmtələr arasında ümumi ekvivalent deyəndə biz ona görə ona əsas götürürük ki, bunu istənilən vaxt biz alış-verişə daxil edə bilək, öz sosial həyatımızın, yaşantımızın tərkib hissəsinə qata bilək. Pulun funksiyaları mövcuddur. Bildiyimiz kimi, necə ki həyat sadədən mürəkkəbə, keçmişdən gələcəyə doğru hərəkət edir. Eyni zamanda pulun funksiyalarında da həm klassik funksiyalar mövcuddur, həm də modern funksiyalar mövcuddur. Pulun klassik funksiyaları dedikdə, pulun dəyər ölçüsü, mübadilə, yığım, tədiyyə və dünya pulu funksiyalarını biz deməli, daim istifadə edirik, bunları təhlil edirik. Biz bunları ayrılıqdan hər birini bir bənd olaraq qeyd edəcəyik. Amma biz gəlin indi hal-hazırda pulun müasir funksiyalarına diqqət yetirək. İqtisadi fəaliyyətin stimullaşdıran və deməli, zəiflədən pul funksiyası. Bu elə bir funksiyadır ki, onu izah etməyə çalışırıq ki, deməli, həyatda hər hansısa bir sahəni, ticarət olsun, qabiliyyət olsun, hər hansısa bir sahədəki inkişafı nəzərə alan bütün göstəricilər olsun, pul vasitəsilə çox rahat stimullaşdıra bilərik. İstər idman oyunlarında verilən mükafatı nəzərə alsaq, istər digər sahələrdə insanların aldığı stimullar, maddi maraqları məhz bu birinci xanada deməli göstərə bilərik. İkinci, gəlirlərin yenidən bölgüsü aləti olaraq pul deyiləndə
insanlar bəzən deməli aldıqları əmək haqqıdan əlavə, aldıqları əlavə ekstra bonusu məhz pulun bu ikinci funksiyasına şamil edə bilərik. Və sonuncu olaraq nüfuz aləti olaraq pul bildiyimiz kimi iqtisadi, siyasi, sosial və sahələrdə deməli pulun fərqli xüsusiyyətləri mövcuddur və deməli pul hər zaman nüfuz etmə qabiliyyətinə malik olan bir vasitə kimi çıxış edir. Pulun dəyər ölçüsünə diqqət yetirək. Pul elə bir anlayışdır ki, hər bir şəxsin işlə bağlı deməli ayırdığı vaxta və yaxud da ki, göstərdiyi xidmətə, əməyə görə onun qiymətidir. Yəni, pul bir dəyər ölçüsü kimi çıxış edəndə insanların ya vaxta muzd, ya da işə muzd əməyini özündə birləşdirir. Yəni, biz konkret olaraq əgər bir şəxsin deməli, bir gündə 10 manat qazanırsa və deyək 5 saatın çalışırsa, biz burada 2 manat pulu onun dəyər ölçüsü olaraq 1 saatına bərabər etmiş oluruq. Bu da onun bir dəyər ölçüsü olmasından irəli gəlir. Pulun mübadilə vasitəsi funksiyası pul mübadilə vasitəsi kimi hər kəs tərəfindən ödəmələrdə qəbul edilən və ümumi bir mübadilə vasitəsi olaraq pul mübadiləsi kimi çıxış edir. Yəni, insanlar göstərdiyi əməyin qarşılığında pul vasitəsi ilə öz əməklərinin qarşılığını alırlar və onu da deməli, müxtəlif sahələrdə xərcləyirlər ki, o da bir başqa münasibətin qurulmasına gətirib çıxarır. Necə ki, John Maynard Keynes deməli, böyük böhran zamanı, Roosevelt'lə görüşü zamanı ona məsləhət görmüşdü ki, suni şəkildə tələb yarat, insanlara suni şəkildə pul ver. Bəs sual olunmuşdu ki, bəs bunu pulu necə hədiyyə kimi verək? Onun da qarşılığında belə bir cavab gəlmişdi ki, xeyr, quyu qazdır, quyu bağlatdır və pul ver. Çünki cəmiyyətdə bütün mexanizmləri hərəkətə gətirən yeganə varlıq deməli puldur. Pulun da mübadilə vasitəsinin olması deməli o bütün iqtisadi potensialın, iqtisadi mexanizmin hərəkətə gətirən əsas qüvvə kimi çıxış edir. Pul yığım vasitəsidir. Bəli, necə ki, biz diqqət yetirdiyimiz zaman insanların pulunun toplanılması məsələsinə, deyək ki, makroiqtisadi səviyyədə Keynes sübut elədi ki, Higgs əyrisindəki deməli, analizdən əlavə ki, suni şəkildə tələb iqtisadiyyatı formalaşdırır. Buna John Maynard Keynes irad bildirir ki, yox. Bundan əlavə insanlar aldıqları, əldə etdikləri deməli, gəlirin bir hissəsini yığıma ayırır. Və məhz elə yığıma da insanların pul vasitəsi ilə toplaması, yəni onun bir həyat tərzinə çevrilmişdir. Bildiyimiz kimi, insanların deməli, yığımla bağlı olan ənənələri ta 19-cu əsrin sonlarından başlamışdı və sonraki mərhələlərdə bunun qarşısının alınması üçün suni tələbin formalaşdırılması mı desək və yaxud da ki, inhisarçı rəqabətin formalaşmasını mı desək, bu sırf insanların yığım prosesinin deməli, qarşısını alan bir hadisə kimi çıxış etmişdir ki, bu da bizim növbəti dərslərimizdə təhlil edəcəyimiz bir sahədir. Qeyd edək ki, pulun yığım vasitəsi olması, pulun dəyər ölçüsü və ümumi bir mübadilə vasitəsi olma funksiyası sağlam işləməsi ilə bağlıdır. Pul tədiyyə vasitəsidir. Yəni, pulun dəyər ölçüsü və hesab vahidi olması gələcək ödəmələrdə bir ölçü olaraq istifadəsinə səbəb olmaqdadır. Pulun tədiyyə vasitəsi olması kreditlə satış kimi iqtisadi münasibətləri artıran yeni bəzi mübadilə formalarının ortaya çıxmasını şərtləndirən bir hadisədir. Qeyd edək ki, pulun tədiyyə vasitəsi onun dəyişmə qabiliyyəti, onun deməli, realizasiyası kimi məsələləri özündə cəmləyir. Pul dünya pulu funksiyası kimi, yəni ölkədə pulun dünya pulu funksiyası həmən ölkənin tarixini, həmən ölkənin mədəniyyətini, sivilizasiyasını və bir çox amilləri özündə birləşdirir. Bildiyimiz kimi ölkələrin pul
nişanları artıq onları fərqləndirir, diversifikasiya eləyir və bunun vasitəsilə də deyək ki, hansı məbləğin hansı nişanə ilə daşıdığı halda hansı dəyərə malik olduğu kimi məsələlər ortaya çıxır ki, bildiyimiz kimi Azərbaycanda istifadə olunan manat dünyada ən çox istifadə olunan məbləğ belə Anglo-Sakson ölkələrində əsasən deməli ABŞ dolları, İngiltərə kimi dövlətlərdə funt sterling, Yaponiyada yen, Çində yuan və sair kimi deməli pul nişanələri dünyanın pul funksiyasının da öz əksini tapmışdır. Pulun funksiyaları ilə yanaşı pulun xüsusiyyətləri də vardır ki, pulun bu xüsusiyyətləri deməli onun mövcud olması, onun qorunması, onun istifadə qaydaları və s. kimi məsələləri özündə birləşdirir. Maraqlı bir inkişaf yolu keçən pul aşağıda sadalanan keyfiyyətlərə malikdir. Qeyd edək ki, bu sadalanmamışdan qabaq qeyd etməliyik ki, deməli pullar dərbxanalarda istehsal olunur və hər bir ölkənin müəyyən bir pul ənənələri mövcuddur. Biz artıq pula məxsus olan nişanələri qeyd edəndən sonra bununla bağlı əlavə fikirlərimizi də bildirəcəyik. Pul mütləq daşına bilən olmalıdır. Yəni bu onun birinci xüsusiyyətidir. Yəni pulu bir yerdən başqa yerə aparma imkanı olmalıdır. Çünki məhz elə pulun yaranma səbəbi də daşına bilinmədiyi üçün əmtərlər, yəni mal-qara uzaq bir yerə gedə bilmədiyi üçün və yaxud da ki, dəri olsun, yun olsun, duz olsun ki, ümumi qəbul edilən deməli, ilkin pul vahidləri onlar idi. Məhz zərurətdən bu daşına bilən pullar formalaşdı. İkinci dayanıqlı olmasıdır. Pul isti, soyuq, nəm kimi meyarlara cavab verən olmalıdır. Təbii ki, pul bu xüsusiyyətləri daşıması üçün onun hazırlanmasına müəyyən bir xərc ayrılır ki, bu da deməli, pulun uzun müddətli istifadəsinə səbəb olur. Deməli, pul bölünən olmalıdır. Pul bölünən olması üçün məhz elə pul nömrələri, yəni pul miqdarları çap olunub hazırlanmalıdır ki, bu pullar vasitəsilə hər bir alış-verişi etmək mümkün olsun. Bunu əyani misal olaraq göstərəndə Azərbaycanda deməli 1, 5, 10, 20, 50, 100, 200 və 500 manatların mövcud olmasını misal göstərə bilərik. Yəni, istər qəpiklər olsun, istərsə də kağız əskinaslar olsun, hər bir tələbə xitab eləyə bilən deməli, pul nişanələri olmalıdır. Əks təqdirdə hansı problemlər baş verə bilər? Deməli, bildiyimiz kimi bahalaşma iki səbəbdən irəli gəlir. Bir, məhsulun maya dəyəri artdıqda, yəni xammal, resurs kimi problemlərdə çətinliklər yarananda, ikinci isə inflyasiya prosesi baş verəndə. Məhz pul nişanələri düzgün şəkildə, yəni kiçik pul miqdarları cəmiyyətdə istifadə olunmadığı zaman bu da inflyasiya xarakterli çıxış edir və bu da süni şəkildə bahalaşmaya səbəb olur. Məhz buna görə də ölkədə deməli kiçik pul nişanələrinin, yəni 1, 3, 5, 10, 20 qəpik kimi, 50 qəpik kimi dəmir, metal pulların işlənməsi deməli dövlət tərəfindən təmin edilir və buna əməl etməyən müəssisələr müvafiq qaydada cərimələnirlər. Növbəti funksiya ümumi qəbul edilmə funksiyasıdır. Yəni pul nişanəsini elə bir vahid olmalıdır ki, o bütün cəmiyyət qarşısında, bütün dövlətlərdə və yaxud da ki, xitab olunan hər bir sahədə deməli istifadə olunsun, ondan hamı razılaşsın və ondan imtina prosesi baş verməsin. Və nadirlik deməli asanlıqla tapıla bilməmə, yəni kopyalana bilməmə kimi funksiyaları vardır ki, burada biz istər Azərbaycan manatının, istərsə də ABŞ dollarını göstərmişik ki, bunların üzərində 50-dən artıq sekretləri mövcuddur ki, bu da onların asanlıqla deməli təqlid edilməsinin qarşısını almaqdadır. Pulun növləri vardır. Pulun növləri
məhsul pul, yəni mübadilə vasitəsi kimi də ilk istifadə olunan məhsullar kimi görsənilir. Digərində isə təmsil edilən pul, ehtiyac olunanda qızıl və gümüşə çevrilə bilən pullar kimi qeyd olunur. Məhsul pullar olaraq ümumi ekvivalent kimi qəbul olunmuş. İlk sadə bir nümunə göstərmişik, yəni bir malqaranı göstərmişik. Təmsil edilən pullarda isə yəni şərti olaraq hesablanmış və onun müqabilində günün tələblərinə uyğun olaraq qızılın qramı və yaxud da ki, digər xarakterlər göstərilir. Yəni burada qızıl və gümüş sertifikatlar, banknotlar, kağız pullar, xırda pullar və s. kimi nümunələri göstərə bilərik. Bu şəkildə deməli dünyada bütün pul məsələlərinə nəzarət edən deməli International Money Fondu, yəni beynəlxalq pul fondunu deməli şəklini də təsvirinə göstərmişik ki, burada pul bazarları maliyyə alətlərinin yüksək likvidlik və qısa müddət üçün alınıb satıldığı bazar növüdür. Maliyyə alətləri bazarın iştirakçıları tərəfindən borc alınır, verilir. Belə ki, qiymətli kağızlar müddəti bir gündən bir neçə ilə qədər uzana bilir. Pul bazarlarının əsas alətləri avro, dollar depozitləri, depozit sertifikatları, xəzinə biletləri, kommersiya qiymətli kağızları, bələdiyyə notları və repo razılaşmalar kimi deməli, özündə cəmləyir. Pul bazarları sövdələşmələri maliyyə institutları, şirkətlər və fərdi şəxslər arasında bağlanır. Pul bazarları fiziki şəxslərin kiçik yatırımlar etmək üçün şərait yaradır. Pul bazarları iştirakçılarına daxildir. Banklar ilkin olaraq. Banklar nədir? Banklar sadəcə depozit qəbulunu deyil, eyni zamanda kreditləşmə prosesini, bank əməliyyatlarını, köçürmələri, yığımı, sığorta işini və s. kimi məsələləri özündə cəmləyən hüquqi şəxs statusuna malik olan müəssisə növüdür. Hansı ki, digər banklarda və böyük şirkətlərdə avro depozit və müddətli depozitlər də bu bank sistemində mövcud olur. Şirkətlər maliyyə vəsaitlərinin kommersiya qiymətli kağızlarını satmaqla alırlar. Yəni bu şirkətlər də mütləq şərtdir ki, hüquqi şəxs fonunda çıxış eləsinlər və sonuncu investorlar, hansı ki, qısa müddətli yatırımlar həyata keçirirlər. Pul bazarında maliyyə vasitələri aşağıdakılardır. Banklar, birja bazarlarının peşəkar iştirakçıları, brokerlər, dilerlər, idarə etmə şirkətləri, digər maliyyə institutları. Bankla bağlı deməli məlumat verdik. Bankla bağlı belə bir sual yarana bilər. Bank deyiləndə biz nə başa düşürük? Bank deyiləndə qeyd etdiyimiz kimi həm depozit qəbulunu, həm kredit verilişini, bank əməliyyatlarını, köçürmə əməliyyatlarını, sığorta əməliyyatlarını yerinə keçirdən o cür hüquqi təşkilatdır ki, onun nizamnamə kapitalı 50 milyon manatdan yuxarı olmalıdır. Və baxaq birja bazarının peşəkar iştirakçılarına. Birja bazarı deyiləndə, yəni birjanın özü də ayrılıqda bazar deməkdir. Fransız sözü olub, bursua sözündən götürülüb və bazar mənası verir ki, birjanın da ayrılıqda, məsəl üçün növləri var ki, fond birjası var, valyuta birjası var, əmək birjası var və əmtəə birjası kimi növləri var. Brokerlər o şəxslərdir ki, dünyada ən çox tanınan, ən çox adı çəkilən, adı hallanan deməli bir qurumlardır. Bu qurumlar ticarətin, hər hansısa bir işin qurulmasında birbaşa iştirak edir və brokerlər deməli müəssisədə satışın icrası zamanı heç bir pul məsələsində, alış-satış kimi məsələlərdə deməli birbaşa çıxış etmir. Sadəcə onların rəsmiləşdirilməsi, dövlətsizləşdirilməsi və s. kimi məsələlərdə çıxış edir və öz xidmət haqqılarını işin sonunda deməli komissiya kimi alırlar. Bundan fərqli olaraq dilerlər də eyni işin icrasını yerinə yetirmiş olsalar belə, deməli dilerlər pul
münasibətlərində birbaşa iştirak edirlər. Düşünək ki, 2 dənə şirkət, A şirkəti və B şirkəti var. A şirkətinə müvafiq hər hansısa bir ləvazimatlar ehtiyacdır, B şirkəti isə deməli bu həmən avadanlıqları satan və bir qurumdur. Buradakı dilerlər A və B şirkətləri arasında elə bir əlaqəyə keçir ki, deməli alıcının almaq istədiyi, satıcınınsa satmaq istədiyi qiymət aralığını deməli öz maddi maraqları təmin olunduğu miqyasda təmin etmiş olurlar. Məhz ona görə də deməli dilerlər və brokerlərin izahı zamanı məhz buna görə ayılar və öküzləri təsvirini əks etdirmişik ki, bu elə Beynəlxalq Valyuta Fondunun da qarşısında mövcuddur ki, deməli dilerlər qiyməti qaldırmağa çalışdığı zaman öküzlər isə bunu aşağı salmağa çalışır. Çünki burada onların maddi maraqlarından irəli gəlir. İdarə etmə şirkətləri deyiləndə isə hər hansısa bir işin istərsən şəxsi sahədə, şəxsi xüsusi mülkiyyətə uyğun olaraq istərsə də yəni uzaqdan rəhbərlik etmə vasitəsi, yəni menecment vasitəsilə idarə olunması zamanı mövcud olan müəssisə növüdür. Digər maliyyə institutları deyiləndə isə digər deməli bu pul və pul münasibətlərini icra edən deməli bir təşkilat kimi çıxış edirik. İnstitut sözü ayrılıqda müəssisə deməkdir və maliyyə münasibətinin müəssisələri deyəndə pul vasitəsilə pul qazanan təşkilatları nəzərdə tutur. Mövzumuz bu qədərdir. Yəni ümumi bir qənaətə gəlməliyik ki, pul bütün canlı mexanizmlər arasında ən çox ekvivalentlik daşıyan, iqtisadiyyatı hərəkətə gətirən, iqtisadiyyatda canlı qüvvəni işə gətirən, maddi marağı yaradan bir vasitədir. Deməli, pulla bağlı olan materialları əldə etmək üçün, deməli, pulun didakturası kitabından 2017-ci ildə çap olunmuş, İqtisad Universitetində çap olunmuş ləvazimatdan, Atakişev Müşfiqin makro və mikroiqtisadiyyat dərsliyindən və qeyd edək ki, iqtisadi təlimlər tarixi Meybulla-Meybullayevin dərsliyindən və deməli, Azərbaycanda daimi mütəmadi çap olunan Mərkəzi Bankın hesabatı jurnalından və s. kimi mənbələrdən istifadə etməyiniz tövsiyə olunur. Diqqətinizə görə minnətdaram.